Öskürəyə qarşı ən effektiv dərman. Al sınaq və məmnun qalın. Məşq eləmək lazımdır. Əgər artıq çəkim varsa, elə indi məşqə başlamağın vaxtıdır. Ayda, su yenə qutarıb. Təsadüfdür. Saç sökülməsinə qarşı hansı şampunu məsləhət görürsən? Hə, genetikdir məndə, ona görə biraz qorxuram açığı. Saç tökülməsinə qarşı ən effektiv şampun. Saçın tökülür, keçər. Bizi dinləyirlər. Nə? Kim dinləyir? O neçə vaxt nə haqqında danışıramsa, internetdə qabağıma çıxır. Deyəsən, onlar hər şeyi izləyirlər. Telefon ver mənə. Bax, parametrlərdən məxfilik və təhlükəsizliyə, buradan da mikrofona gir. Reklamlar hansı tətbiqdən qabağına çıxırdı? TikTokda. Aysa, oradan TikToku bağlayırsan, artıq qabağına çıxmayacaq. Çox sağ ol.